Bu yeni şeirimi vətənə və aprel döyüşlərində vuruşub şəhid olan qardaşlarıma əsirləmişəm. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Aprel döyüşündə getdi qabağa bir neçə qeyrətli oğullar. Etdi canı qurban vətənə bir neçə hörmətli oğullar. Ta ölənə qədər döyüşdü Rusif kimi şöhrətli oğullar. Düşmənin önündə bir mərd kimi göstərdi şücaət. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Mərd oğullar etməz vətənə əsla xəyanət. Firdovsi həmən döyüşdə göstərdi məharət. Vətən uğrunda vuruşmaq sayılır dində ibadət. Mahir canını qurban edib etdi ibadət. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Yanındakılar bu hadisəyə şahid olub görüb. Pəncəli igid kimi, cəsur kimi qabağa gedib. Bir ömür hətta toyunda şəhidlik arzu edib. Arzusu yerinə yetdi, şəhid oldu nəhayət. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Düşmənin önündə mərd kimi söyləyib sözünü. Ölgün belə qorxutdu düşmənin gözünü. Əskərləri ölməsin, minaya atdı özünü. Allahın istəyinə bu cür etdi itaət. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Vətəni ana tək sevməliyəm mən. Lazım gələn zaman getməlisən sən. Şəhid olmaq üçün çağırsa vətən, gedib Qarabağda edim şəhadət. Gedib Qarabağda edim şəhadət. Vətəni sevmək üçün olmalıdır səndə cəsarət. Allah bizi vətən uğrunda şəhid olanlardan qərar versin.